Ayda torpaq satmaq nə dərəcədə realdır? Bu qeyri-adi biznes mümkünsüzdür deyirsinizsə, diqqətli olun. Bu alver milyonlar qazandırır. Amerika Birləşmiş Ştatlarının Nevada ştatında avtomobil satıcısı olan Dennis Hope adlı şəxs günlərin bir günündə ayın sahibi olduğunu iddia eləyir. Aydan torpaq satmaq üçün Lunar Embassy adlı şirkət qurur və hər biri $20 olan ay sənədlərini satmağa başlayır. Hope bunu 1967-ci ildə Birləşmiş Millətlər Təşkilatının kosmos müqaviləsində heç bir dövlətin kosmosda torpaq sahibi ola bilməyəcəyini şərtləndirən hüquqi boşluğa əsaslanaraq eləməyə başlayır. Kosmos müqaviləsinin məzmununun yalnız xalqları əhatə elədiyini, bunun fərdi şəkildə konkret şəxsə aid olmadığını biləndə ayla bağlı biznes planlarını həyata keçirmək qərarına gəlir. BMT-nin kosmos müqaviləsini imzalayır, ay üzərində işləyən ölkələrə məktublar göndərərək aya sahib olduğunu bəyan eləyir və tezliklə ayın sahibinə çevrilir. Web saytı vasitəsilə müştərilərinə xidmət göstərən Hope milyonlarla insana qanuni şəkildə aydan torpaq satdığını iddia eləyir. Daha sonra aydan başqa Günəş sistemindəki planetlərdən də torpaq satmağa başlayır. $11 milyon çox qazanc əldə elədiyini iddia eləyir və müştəriləri arasında Tom Cruise, Tom Hanks, Clint Eastwood, George Lucas və Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti George Bush kimi məşhurlar da olur. Ayda daimi yaşamağın çətin olduğunu düşünərək gələcəkdə insanların Günəş sistemində ən yaxşı mənzərələri seyr eləməsi uğrunda da işlərə başlayacağını düşünür. Aya enən ən gənc müştərisi bir günlük körpə, ən yaşlı müştərisi isə 97 yaşında olur. Ayda ən böyük torpaq satışı 2,6 milyon akr olur. Şirkətinə ayın qütb bölgələrini almaq üçün $100 milyonlarla dollar təklif edilsə də, Hope bu böyük təklifi geri çevirir. O, qütb bölgələrində donmuş suyun olduğunu və bu suya sahib olan istənilən şəxsin ayın su təchizatı üzərində monopoliya sahib ola biləcəyini bilir. Dəfələrlə məhkəməyə verilən Hope-a Almaniya və İsveçdə dələduzluğa görə cinayət işi açılsa da, hələlik heç bir məhkəmə bu məsələni həll etmək istəmir. Təhqiramiz mesajlar alan, təhdid olunan Hope 4 dəfə öldürüləcəyi ilə hədələnir. Aya heç kim sahib çıxa bilməz deyənlər onu fırıldaqçı, şarlatan adlandırırlar.